Akşam 12 rükətli namaz qılın, şamla xüftə arası. Leylatullah rəqaib namaz qılan qüvvətən illallah. Niyyət belə edirsən. Leylatullah rəqaib namaz qılan qüvvətən illallah. Birinci rükdə Fatihəni deyirsən. Fatihəni deyəndən sonra 3 dəfə Qədir surəsini oxuyursan. Qədir surəsini oxuyandan sonra 12 dəfə İxlası oxuyursan. O İxlası oxuyandan sonra gedirsən rüka, səcdiyə. Sonra ikinci rükədə Fatihəni deyirsən, 3 dəfə də Qədir surəsini oxuyursan, 12 dəfə də İxlası oxuyursan. Sonra düşürsən, qurun tutursan, sonra rük, səcdə. Sonra təşəhhüddən salamı deyirsən axırda. Onu deyəndən sonra Allahdan nə istəsin, Allah səni verəcək. Bu namazlar təkrar 6 dəfə deyin, 6 dəfə, 2 dəfə namaz qılın. Allahdan nə istəsin, Allah sizə verəcək. Leylatullah rəqaib namazı qüvvətən illallah. Yenə deyirəm, birinci rükdə Fatihəni deyirsən, sonra 3 dəfə Qədir surəsini oxuyursan, sonra 12 dəfə İxlası oxuyursan. Birinci qutarandan sonra ikincini də deyirsən. Fatihəni oxuyursan, 3 dəfə Qədir surəsini oxuyursan, 12 dəfə də İxlası oxuyursan. Allahdan nə istəsin, Allah səni hər şey verəcək. Bu gün arzular gecəsidir. Allah bütün dualarınızı qəbul eləsin inşallah.